gün anamın ixtirası feyxua dolması hazırlayırıq. Feyxua və ətin birləşimi elə gözəl alınır ki, dadı sizi şoka salacaq. Mən tək başıma neçəsini yedim xatırlamıram. İlk olaraq feyxuaların baş hissəsini kəsib içlərini təmizləyirik. Ətə soğan, keşniş, duz, istiyot və sarkök vurub sıxma torbasına yığırıq. Sonra meyvələrin içini doldururuq. Mən dolma bişirəndə kəf olmasın deyə qazanın altına qaşıq və boşqab qoyuram. Feyxuaları da düzüb tomatlı su və kərə yağı əlavə edirik. Üzərinə boşqab qoyub az atəşdə suyu azalana kimi bişiririk. Bir dəfə hazırlasaz əsla peşman olmayacaqsınız. Bu arada dostlar, saç tökülməsi, tez-tez xəstələnmə, tərləmə, sümük və əzələ ağrıları kimi şikayətlərinizi Multizan D3 10.000 vasitəsilə aradan qaldıra biləcəyinizi bilirdiniz. Əvvəlcə onu qeyd edeyim ki, D vitamininin təbii mənbəyi günəşdir. Amma soyuq havalarda bədənimizin ehtiyac duyduğu miqdarı əldə etməyimiz mümkünsüzdür. Bir də D vitamini bahalı balıq növlərində var ki, onu da hər dəfə alıb yeyə bilmirik. Bu yerdə köməyimizə Multizan D3 10.000 çatır. Həftədə cəmi bir tablet istifadə eləməklə profilaktik dozanı qəbul etmiş olacaqsınız. Beləcə immunitetiniz güclənəcək və sağlamlığınızın qeydinə qalacaqsınız. Qutudan da aydın olduğu kimi özüm də istifadə edirəm və faydasını görürəm.